Audit fəaliyyətinin keyfiyyətinin yüksəldilməsi, maliyyə intizamının möhkəmləndirilməsində əsas amildir. Lənkəran Dövlət Universitetində Prezident İlham Əliyevin iqtisadi siyasətində şəffaflıq prinsipinin təmin olunmasında auditin rolu mövzusunda keçirilən elmi-praktik konferansda bu fikirlər səsləndirilib. Auditorlar Palatası ilə birgə təşkil olunan görüşdə ölkədə aparılan iqtisadi islahatlarda şəffaflığın və peşəkar kadr hazırlığının əhəmiyyəti vurğulanıb. Tədbir çərçivəsində Lənkəran Dövlət Universiteti ilə Auditorlar Palatası arasında mövcud olan əməkdaşlıq sazişi yenilənib. Yenilənən saziş auditorların hazırlanması, təcrübə proqramları və süni intellektin tətbiqi sahəsində birgə fəaliyyət nəzərdə tutur. Əsas məqsədimiz ondan ibarətdir ki, ölkəmizdə şəffaflığın artırılması, rəqəmsal iqtisadiyyatın inkişafı və süni intellektin tətbiqi istiqamətində həyata keçirilən tədbirlər barədə universitet tələbələri ilə birgə müzakirələr, onların məlumatlandırılması həyata keçirilsin və gələcəkdə istər mühasibatçılıq, istər audit sahəsində yeni biliklərə yiyələnmək barədə onlara Palata tərəfindən çox maraqlı mövzularda məruzələr təqdim edilir.